dövlət və hökumət rəsmiləri, nazir və nazir müavini, Milli Məclis rəhbərliyi və deputatlar, əziz qonaqlar, dəyərli professor müəllim heyəti, əziz məzunlarımız və doğma Bakı Dövlət Universiteti ailəsinin üzvləri. Bugün qədim tarixi və zəngin ənənələri olan doğma universitetimizin həyatında növbəti əlamətlər və unudulmaz gündür. Bugün universitetimizin tarixinin növbəti uğur səhifəsi yazılır. Ali təhsillərini uğurla başa vurmuş 6000-dən çox təhsil alanımız universitetimizdən məzun olur. Bu həqiqətən qürurverici bir göstəricidir, rəqəmdir. Bakı Dövlət Universitetinin kollektivi, professor müəllim heyəti və şəxsən öz adımdan sizləri ürəkdən təbrik edir, ən xoş və ən səmimi arzularımı çatdırıram.